Doğrudan dostluğun vefası bu idi. Ay vefasız, axı söz vermişdik həmsəfər olaq. Məndən xəbərsiz, səfər yükünü yığıb, çıxıb getdin. Niye? Niye? Ay Allah! Kaş mən sənin yerin öləydim. Sən yox, Kindi qəbiləsinə başçılıq eləyərdin. İntihar eləmək günah olmasaydı, şah damarımı kəsərdim, səndən birgə torpağa gedərdim. Kiyanın qanı sənin boynundadır, bin Şümeyr. Kişi sənsə xətanı etiraf elə. Əbu Ömrə pak niyyətini sübut eləyə bildi? Mənimlə siz, əmir? Yox, özümləyəm. Qardaşlar, mən Əhməd İbn Şümeyd sizin əmiriniz olaraq etiraf edirəm ki, Əbu Ömrənin barəsində xəta eləmişəm. Bəlkə də xəyanət. Təvazökarlıq edirsiniz, əmir. Nə xəta, nə xəyanət. Bu müharibənin qaydası və xüsusiyyətidir. Biri öldürür, digəri öldürülür. Bizim taleyimizi o müəyyənləşdirir. Keysan Əbu Ömrə və müxlis tərəfdarları döyüşə atla getsəydilər, döyüşün nəticəsi belə olmazdı. Əbu Ömrənin qanı mənim boynumda olan bir haqdır. Əhmərcan, bu cür sözlər qoşunun bağlılığını bir-birindən ayırar. Sən Allah öz hisslərini cilovlamağa çalış. Biz hələ döyüşün başlanğıcındayıq. Bizim əsas döyüşümüz sabahdan sonra olacaq. Əbdülrəhman, ölüm hamının qismətidir. Dözümsüzlük eləmə cavan. Əzrailin vəzifəsidir ki, Allahın məxluqatının canını alsın. Hətta Allahın rəsulunun belə. Xoş atanın halına ki, Allah yolunda cihad elədi və Haq Taalanın görüşünə tələsdi. Atan və mərhum baban ərəb qəbilələrinin məşhurlarından, qüvvətli və cəngavər qəbilə olan Kindi tayfasının şeyxlərindən idilər. Çalış ki, qəbilənin və əcdadının şərəfinə layiq matəm saxlayasan. Bundan sonra biz səni Kindi tayfasının böyüyü və şeyxi kimi tanıyırıq. Və bu matəmdə sizinlə həmdərdik. Sizin bizim dərdimizə şərik olmağınız bizim üçün fəxirdir, əmir. Amma məndən qəbiləm üçün ata ola bilməz. Kaş dostlar vaxtında öz himayələrini ondan əsirgəməyəydilər. Heç kəs əsirgəməyib cavan. Hamı tədbirə əsasən bircə əməl elədi. Biz kənardan bütün döyüş boyu vəziyyətə nəzarət eləyirdik. Atanız qəflətən təliyə düşdü. Bilmirəm neynə məşğul idi ki, özündən xəbərsiz oldu. Cənab İbn Hür və İbad vəzifələrinə səhlənkarlıq eləsəydilər, sənlə tərəfdarların meydandan sağ çıxa bilməzdilər. Gec gəldilər. Biraz tez gəlsəydilər, birəcəm sağ qalmayacaqdı. Mən də atasız qalmazdım. Əbdülrəhman, hal-hazırda sən tələbkarsan və qazının yanına getməyə haqqın var. Bugün heç kim səhlənkarlıq etməyib. Nəticəsi də o olub ki, Muxtarın belini qırmışıq. Keysani Əbu Ömrə balaca adam değildi. Əbu Ömrəni biz öldürdük. O biz idik ki, əcəmləri öldürməklə Muxtarın belini qırdıq. Bu böyük fəthin iftixarı bizimdir. Bəli,
Bizimdir. Bizim hamımızındır. Bizim hamımızın yox, Yebnəhür. Mənim, atamın, qardaşımın və tayfamın ki, bu da olur biz. Yəni Kindi qəbiləsi. Şəbəs və bin Həccac da bu iftixardan binəsibdilər. Aha. Onda biz palçıq tapdıyırmışıq İbad. Onu və qəbiləsini Şakiri canavarlarının əlindən alan biz deyildik. Cinlər imişlər. Sən ağzını yummağı bacarmırsan ki, yas məclisində sinəsi dağlı adamla ağız-ağıza verməyəsən? Yaxşı olar ki, siz qardaşınızın çəkmələrini cütdüyün ağazadə. Elə bir iş görmə ki, dişlərini sındırıb avucuna tökməyə məcbur olur. Yum ağzını murdar! Sakit Cəfər. Siz 2 nəfər xəcalət çəkmirsiniz? Allah tərəfi vicdanınızla qəzavət eləyin. İndi bu cür çəkişmələrin vaxtıdır. Özü də bizim qeyrətli və cəngavər sərdarımızın cənazəsinin üstündə. Məyər mən pis söz dedim ki, bu dikbaş buynuzunu çıxarıb səsini başına atıb. Sənin səhvin ondan ibarətdir ki, cənazənin üstündə qənimətdən danışırsan. Və Cəfər də ondan da pisin elədi. Bu böyük fəthin iftixarı Kindi qəbiləsinindir. Sizin rəqibiniz o qədər böyükdür ki, onu ovlamaqla hamınız doya bilərsiniz. Əbdülrəhman, cənazəni yuyub, sidir kafurla ətirləyib kəfənləyin. İstəyirəm ki, əcəm öldürən sərdarımızın cənazəsinə özüm namaz qılım. Xəcalətliyəm, əmir. Atam vəsiyyət eləyib ki, Şəbəs onun cənazəsinə namaz qılsın. Şəbəs? Bəli, əmir. Eybi yoxdur. Ölünün vəsiyyətinə əməl eləmək vacibatdandır. Qılsın. Şəbəs namaz qılsın. Gedin. Sabah özüm meydana gedəcəyəm. Ya öldürüləcəyəm, ya da Əbu Umrənin qanının qisasını alacağam. Cəsarət olmasın əmir. Siz gərək qalıb rəhbərlik eləyəsiz. Allah eləməsin əgər hər urda məğlub olsaq, qiyamın fatihəsi oxunub, Kihan arzuladığına nail oldu. Allah onu ağamız Əli ilə məşhur eləsin. Biz ki hələ varıq, əmir. Bizim vəzifəmiz düşmənlə vuruşub məhv eləmək. Sizin vəzifəniz müharibə işlərini idarə eləmək. Kaş Əbu Umrə barədə şəkkə düşməzdim, bin kamil. Sizin şəkkinizin səbəbi təəssübkeş adamlarla məsləhətləşməyinizdir. Mən zəmanət verirəm ki, bizim ordumuzda ərəb və əcəm nifaqının mənası yoxdur. Nə vaxt bu barədə bir söz eşitsəz, bilin ki, ya düşmənin hiləsidir, ya da ərəblərin təəssübkeş adamlarının vəsvəsəsidir. Ərəblərin təəssübkeş adamları dedikdə kimi nəzərdə tutursuz? Qalsın şeyx. Qalsın. Mənim kimisə ittiham eləmək fikrim yoxdur. Odur ki, özünüzü ittiham eləməyin. Lənət olsun cəhalətə. Lənət olsun təəssübkeşliyə. Bin kamil. Bəli, əmir. Mərhum şəhidimizin cənazəsinə namaz qıl. Səninlə İbn Hürrün bu axmaq yana rəqibliyi nə deməkdir? Bilməzdim qardaşımın gözündən o qədər düşmüşəm ki. Mənim uzdur İbn Hür kimi görür. Niyə özünüzü qıcıqlandırıb bir-birinizin ətini didirsiniz? Qardaş, bu kişi şübhəlidir. Bəlkə də Muxtarın casuslarından biridir. Bəlkə də Muxtarla müxalifəti və bütün yaramazlıqlarının hamısı Muxtarın tədbiri imiş ki, biz ona etibar eləyib və ona əmrin çadırında yer verək. İbn Hürrün Muxtarın casusu məqamında olması da belə bizim üçün sərfəlidir. Onunla bir təhər keçinməliyik. Cənab mühalləb,
Onun vücuduna ehtiyacınız var, qəbul. Niyə görə bizim xüsusi məclislərimizdə iştirak eləməlidir? Mən bildiyimə görə bizim gizli məclislərimizdə yalnız mən, bir də əmir olur. Hətta siz də iştirak eləmirsiniz. Bu da ciyərimə başqa bir dağdır. Heyif ki, böyük qardaşımın yanında mən baş aşağıyam. Cəfərcan, istəyirsən yerimizi əvəz eləyək? Belə bir cəsarət eləmək istəmirdim, qardaş. Onda hissiyata qapılma. Bizim məqsədimiz Bəni Zübeyir dövlətinin qurulmasıdır ki, xəlifəsi də böyük qardaşımızdır. Bəli, əmir. Qiyamət elədin mühəlləb. Əbu Ömrə məğlub oldu, ordumuzsa zərər görmədən qələbə çaldı. Sındır, quyruğunla qoz sındır. Mən başıma haranın külün töküm ki, şəbəs məqsədimi bilib. Səndə gördüyüm iştahıya görə şəbəs çox yumuşaq bir tikədir. Onu çadıra çağır. Gülər üz və ədəblə qarşısında ayağa qalx. Onunla elə danış ki, ürəyinin sözünü rahat deyə bilsin. Cənab Şəbəs, siz təbiətən güşənişənsiz, yoxsa biz qəribəyik? Mənimlə cənab Şəbəs kimilər üçün bu yaşda ən yaxşı iş zikr, namaz və ibadətlə məşğul olmaqdır. Mən bu ağsaqqalımla səhv eləyib şövq əhli olmuşam. Bəli. Mənə əmriniz var, əmir. Əmrim yox, sözüm var. Mən sizin Səqəfi yalançı haqqında olan fikirlərinizi bilmək istəyirəm. Muxtar hələ meydana gəlməyib. Nə vaxt gəlsə, baş üstə. Fikrimi bildirərəm. Səncə Muxtarın başqa ordusu da var? Yəni bunu bilmirdiniz? Şeyxin Muxtarın digər qoşun olmasından məqsədi Əşdərin oğludur. Xeyr, cənab mühəlləb. Muxtar bir tədbirdən 2 dəfə istifadə eləmir. Əşdərin oğlu onun əlində Küfənin qiyamçılarını əzmək üçün bir ehtiyat idi. Necə ki, Cədəli öz tərəfdarları ilə Məkkədə Haşimilərin xilası üçün məmur olmuşdu. Odur ki, bu 2 nəfəri hesaba almayın. İcazənizlə. Otur Şəbəs, otur. Biz necə etməliyik ki, siz Muxtarla cihadda bizimlə olasınız? Siz Muxtarla cihad edirsiniz? Zənnimcə siz buyurmusunuz ki, bunu Peyğəmbərin sünnəsini yaşatmaq üçün edirsiniz. Bu sözlər avam cəmaatı aldatmaq üçün yaxşıdır. Sizin Muxtarla davanız Peyğəmbərin sünnəsini yaşatmaq üçün deyil, hakimiyyət uğrundadır. Laf yaxşı. Mənim şəriət cəhətdən bu münaqişəyə daxil olmağa haqqım yoxdur. Siz bizə pənah vermişsiniz. Biz də adət-ənənələrə əsasən qohum ağrabamızla kənarınızda dayanmışıq ki, əvəz-əvəz olaq. Qılıncımızı istəyirsinizsə, gərək onun dəyərini ödəyəsiniz. Sənin qılıncının qiyməti nə qədərdir? Bəsrə hökumətin imarəti. Həzrət xəlifənin xətti və möhürü ilə yazılmış qəbalət dəyərində.
Allah bərəkət versin Şeyx Şəbəs. Yaxşı ticarət elədin. Nuşican. Siz Qalsın. Sizin kimi böyük şəxslərin gözündə mənim kimilər hura kimiyik. oğul, mənim cavanların tənəli sözlərinə yaşım çatmır. Kinayə ilə söhbət eləmə. Gərək mən sizi tanıyım. Mənəm cənab Şəbəs, Übeydullah ibn Hür. Hür? Bir hür vardı Yezidin qoşunun önündə gedirdi. Əvvəlcə yolu Hüseynin üzünə bağladı, sonra isə onun fədailərindən oldu. Sən onun oğlusan? Xeyr, Hürrün oğluyam. Hürr ibn Yezid Riyahinin yox. Atam onun kimi məşhur olsaydı, mən indi xəlifənin qoşununun sərkərdəsi olardım. Bəli. Bu günlərdə əsil nəcabətlə öyünmək dəbdədir. Məsləhət görürəm öz bacarığına arxalanasan. Bu daha davamlıdır. Mən həmin şəxsəm ki, Muxtara qarşı qiyam elədi və dövlətinin sütunlarını sarsıtdı. Əcəb. Deməli, Muxtara qarşı çıxan həmin üsyankar cavan sizsiz? Ziyarətinizə şadam. Yalan demirəm, şişirtmək olmasın, mən də sizin zirəyliyinizi alqışlayıram. İstəyirəm siyasətdə mənim ustadım olasınız. Səhv eləyirsən, cavan oğlan. Əgər mən layiqli siyasətçi olsaydım, burada olmazdım. Təvazökarlıq edirsiniz, şeyx. Əgər siz bacarıqlı siyasətçi olmasaydınız, bugün ölüm halvanızı yeyərdik. Mərhum İbn Əşəs kindi sizə təqlid eləsəydi, yəqin ki, sağ qalar. Hamı öləcək. Yaxşı, məndən nə istəyirsən? Bir qılıncın dəyərini. O baxır nə qılıncdır? Elə qılınc ki, dünənədək Muxtarı himayə eləyərək Hüseynin qatillərinə yara vururdu. Bugün Zübeyrin oğlunun hamisidir ki, Muxtarın başını yarsın. Əcəb qəribə qılıncdır. Bu cür qılınc sabah Zübeyrin şax damarını da kəsə bilər. Eləcə də sahibinin sinəsini. Mən sənin yerinə olsaydım, bu qılıncı sındırardım. Ticarət eləmək istəyirsənsə, qanını satışa çıxar, qılıncını yox. Əgər qanım satışa qoyulsa, qan bahası nəyimə lazım ola bilər ki? Qan bahası həmişə can bahası deyil, cavan. Bir neçə damcı qan və sadə cızıqla Kufənin Darül Şortəsinin kürsüsünə sahib ola bilərsən. Yaxşı gəlirli peşədir. Bu siz cənabın xasiyyətinə uyğundur. Hara əmican? Əmican? Mən sənin əmicanınam? Deyilsən? Mən nə bilim, əminəm? Bir-iki gün bundan əvvəl bəli. Yəqin ki, atamın ölümü ilə sizin qardaşlıq əhdiniz də batil olub. Bir halda ki, sənin atan mənim qardaşım olub və ölüb, deməli onda mənim də belim sınıb. Əmican, bu həzyan və unutqanlıq sizə yaraşmır. Hamı elə bilər ki, siz qorxudan özünüzü dəliliyə vurmusunuz. Qoşun səni ələ salar. Ayıbdır. Ha, yenə müharibə başlayıb? Qoşun hanı? Hanı? Ayıl, qorxaq. Mən ayığam. Mən ayığam. Mən yuxuda deyiləm. Cənab bin Həccac, siz Zubeydi qəbiləsinin böyüyüsüz ki, kindi tayfası ilə əhd-peyman bağlamsınız. Bu xəstəliklə hər iki tayfanın adını bədnam eləyirsiniz. Bin Həccac. Bu ad mənə necə də tanış gəlir.
bin Həccac. Hə, tanıdım. O elə bir kişi idi ki, onda nə cəngavərlərin şücaəti var idi, nə də əmirlərin siyasəti. Müharibə olanda qılıncı birinci çəkən şəxs o olurdu. Yaman axmaq idi. Yaman axmaq idi ya. Yaman axmaq idi. Yaman axmaq idi. Yaman axmaq idi. Yaman axmaq idi. Onu boğmusunuz yoxsa parçalamısınız? Sifətini leş yeyənlər deşiblər, əmir. Dəhşətli aqibətdir. Xəstəliyin səbəblərindəndir. Biraz qəddarcasına deyilmi? Başqa çarəm yox idi, əmir. Qorxdum hökumətin sirrini agah eləyər. Mən xəlifənin dövlətinin abır-həyasını düşünmüşəm. Bəzən zülm eləmək vacib olur ki, hakim zərər görməsin. Aha. Mən sənin qılıncına və ağlına arxayınam, Əbdülrəhman. Əgər Bəni Zübeyir dövlətinin sol əli olmaq istəyirsənsə, gərək bin Kamil Şakirinin də belini qırasan. Onu tanıyırsan? Bəli əmir, bin Kamil Şakiridir. Kufa gözətçilərinin başçısıdır. Əslində Muxtarın qollarından biridir. Bugün bu qolu kəssəz yaxşı ənam alacaqsınız. Oldu əmir.
Emir Şamil Şakirini vurdular. Dayan. Ver mənə. Sən yaralanmışsan Əhmər. Gərək geri çəkilək. Bu yaranı mənə dost vurub, düşmən yox. Dostluğumuza and olsun ki, niyyətim xeyir idi, xeyir. Şeytan bizim niyyətlərimizin puskusunda durub. O elə yerdə bizi tələyə salır, elə eləyir ki, sən istəməyərəkdən şeytana tərəf gələn ayaq və onun əvəzinə əmr verən bir dil olursan. Kaş lal olaydım və fikirlərimi bəyan eləməyəydim. Allah kör qəlbinə şəfa versin. Get bir yürşəyə çəkil və tövbə elə. Bəlkə qiyamət günündə nicat tapasan. Sən o yersiz vəsvəsəndə nəinki özünü, qoşunun və qiyamın belini qırdın. Allah dadına çatsın. Bütün öldürülənlərin qanı mənim boynuma. Yaxşıdır? Əhmərcan, biz gərək geri çəkilək ki, Allahın fəzli ilə Zübeyirlərin belini qıraq, belini. Qoşunun birliyi o vaxt pozuldu ki, İranlıları atdan düşməyə məcbur elədilər. Allah bais olana lənət eləsin. Hər orada ondan artıq qalmaq utanca səbəb olar. Gərək hamımız ölək ki, məğlub olduğumuza inansınlar. Bilmirəm qalmağımıza niyə israr elədilər. Allah bilən məsləhətdir. Təkəbbürlük bizim evimizi yıxdı, qardaş. Çək. Sənin kimisinə söykənməkdənsə ölsəm yaxşıdır. Əhmərcan. Əmir Muxtar gəlib! Əmir Muxtar gəlib öz qoşunu ilə!
Allahümme salli ala Muhammedin ve ala Muhammed ve barik ala Muhammedin ve ala Muhammed ve erham Muhammedin ve ala Muhammed. Sahib, Bəli əmir. gəl. Dəfn mərasimindən sonra yubanmadan ordunu məzar məntəqəsinə apar. İstəyirəm ki, gecə düşməmiş məzar məntəqəsində yerləşək. Baş üstə əmir. Xəbər düzdür, İbn Hür? Hansı xəbər əmir? Muxtar Hərurəyə gəlib, Bəli, gəlib. geri çəkilmək üçün. Nə geri çəkilmək? Bəs ordusu, qoşunun sayı nə qədərdir, bilmirsən? Muxtarın işində təşəbbüsünə əməl eləməsi qoşunun sayından da maraqlı idi. Hansı yeni üsula əməl eləmək? Muxtar qoşunu hazırlamaqla məşğuldur. İstəyir hər oradan məzara getsin. İndi yerbəyər olmaq tədarükündədir. Məzar? Bəli əmir, məzar. Keçməsi çətin olan su, qamış, kil və lehmə ilə dolu bir məntəqə. Müəlləb, bu yer dəyişmənin nə mənası var? Mənası Muxtar başa düşüb ki, Hərurada bizlə bacara bilməyəcək. Hara gedəsi idi ki, o məzara gedib ki, qamış, gil və su maniyələrindən istifadə eləsin. Çox ağıllı tədbirdir. İndi biz neyniyək? Məcburuq ki, məzara onunla vuruşmağa gedək. Əmr eləyin qoşun məzara tərəf yola düşsün. Cəfər, çadırları yığın, məzar məntəqəsinə gedirik. Oldu əmir. Hara getdi? Getdi ki, Muxtarın geri çəkilməsi barədə Şəbəslə müzakirə eləsin. Eşitmisən, Muxtar məzara tərəf hərəkət eləyib? Məzar? Bəli, məzar. İstəyir ki, bizi bataqlıqda əsir eləsin. Mən bundan əvvəl də ərz eləmişəm, Əmir Muxtarın məchul döyüş üsulları var. Qoşunun Hərurda məğlubiyyətinə belə şükür eləyin. Yəqin ki, nəyə görə məğlub olduqlarını başa düşüblər. Doğrudan? O Hərurda ən yaxın dostlarından üçünü itirib. Xilafət xələtini geymək üçün bu çox da baha deyil. Muxtar hər tərəfli bir siyasətçidir. Siz və böyük qardaşınız Həzrəti Xəlifə kimi. Siz xilafət xələtini geymək üçün
mən və mühəlləb kimiləri öldürməyə məcbur olsaz, öldürməzsiniz? Bizdən uzaqlaşmayın cənab Şəbəs. Bizim sizin məsləhətlərinizə ehtiyacımız var. Qulaq asın. Qılıncınızın dəyərini Həzrəti Xəlifədən istəmişəm. Bəsrə əmirliyinin hökmü tezliklə əlinizə çatacaq. Minnətdaram, əmir. Mərhum Kiyanın qoşununda olan İranlılardan 1/3 qalıb. Çoxu da yaralı, ruhdan düşmüş vəziyyətdə. Dəhşətli gün idi, əmir. Müsəlman görməsin, kafir eşitməsin. Şübhəsiz ki, bu tələ mühəlləbin hiləsidir. Və mütləq bin Şümeyt bu hilədən xəbərsiz imiş. Təəccübdəyəm ki, Kiyanla bin Kamil niyə səhv əmrə boyun əyiblər? Əhmərlə Kiyanın arasında kiçik bir mübahisə də oldu. Əhmər qızışmış və əsəbi idi. Kiyan məcburiyyət üzündən itaət elədi. Nə məcburiyyət? Səhv əmrə boyun əyməzlər, ondan qaçarlar. Bin Vəhəb hardadır? Yəqin ki, Bin Vəhəb Bin Şümeytin matəmini saxlamaq üçün çadırda bir guşəyə çəkilib. Bəli. Bin Vəhəb və Bin Şümeyt bir-birlərinə çox yaxın idilər. Yəqin ki, o kimin neynədiyini və nə baş verdiyini bilir. Yadımdadır. Elə bu çadırın içində Kiyanın cənazəsinin üstündə Bin Kamillə onun arasında dəyişmə də olmuşdu. Nə üstündə? Bilirsən nə üstündə? Təəssübkeş ərəbləri qızışdırmaq barəsində. Mən güman eləyirəm ki, Bin Vəhəb elə şeylər bilir ki, fitnənin kökünü tapmağa kömək eləyə bilər. Belə vəziyyətdə bunu araşdırmaq qoşunun xeyrinə deyil. İndi biz neyniyək? Mənim fikrimcə qoşun yenidən qurulmalıdır. Bunun üçün ən azı bir ay vaxt lazımdır. Sahib, sənin fikrin nədir? Ola bilər ki, mənim fikrimi bəyənməyəsiz. Mən ki hələ sənin fikrini eşitməmişəm. Məsləhətləşmək üçün oturmuşuq ki, bu vəziyyətdən çarə tapaq. Mənim fikrim geri çəkilməkdir, əmir. Yaxşı olar ki, döyüşü Kufənin daxilinə çəkək. Ağ saçlı, ağ ürəkli sərdarımızın fikri nədir? Mən bu gecə həmin əhdi peymanın üstündəyəm ki, Cuma axşamı gecəsi Siffeyində muradım əli ilə bağlamışdım. Allaha and olsun Bəni Zübeyrin riyasından və geri çəkilməkdən bezərəm. Sahibin tədbiri ola bilər ki, yaxşı olsun və mütləq faydalı, xeyirlidir. Amma mənim rəyim müqavimət göstərməkdir. Siz, igid kişilər, hərurda Muxtarın işləyəllərini kəsmisiniz. Muxtarın təcili olaraq məzara geri çəkilməsi onu göstərir ki, sizdən bərk qorxub. Odur ki, ona aman verməyin, Allahın fəzli ilə onun ölümü qətidir. Yəbnə Hür, dünənki xidmətlərin və bugünkü əzminin mükafatı olaraq, bundan sonra Kufə şəhərinin şəhribanısısan. Bu da bizim əhd-i peymanın nişanəsidir. Cənab Şəbəs, dünən gecə Məkkədən qasid gəldi. Məncə elə intizarında olduğunuz həmin hökmdür.
Əlbəttə, mən onun məzmunundan xəbərsizəm. Allah eləsin ki, həmin şey sizin qılıncınızın qiyməti olsun. Görəsən Nəhdi neynəmək istəyir? Əgər məsləhət olsaydı, əmir bizlə Nəhdinin məmuriyyəti barədə məsləhətləşərdi. Əmir Muxtarın döyüş barədə olan gizli tədbirləri hələ də mənim üçün bir müəmmadır. Səd, bir də sən Səlim. Gözünüzü mühəllə və tərəfdarlarından çəkmirsiniz. Mühəllə başlamamış, siz də heç bir iş görmürsünüz. Sən Mehran, ordugahda qal. Yaralıların müalicəsinə nəzarət elə. Hı.
Əmir, qamışlıq başdan başa tələdir. Hər cür tələ qurublar. Döyüşçülərimizi bir-bir öldürürlər. Və sən niyə sağ qalmısan axmaq? Qüvvələrimizi geri çəkin, tez! Oldu əmir. Vəziyyətin necədir, İbnür? Muxtar yenə gül əkib. Qamışlıq başdan ayağa tələdir. Adamlarımın yarısı bataqlıqda əsir olunublar. Gərək qamışlığa girməyəydin, cavan. Biz siz alicənab kimi meydanda təcrübə qazanmamışıq. Nə olub, hə? Bəsrə imarətini kəbinə saldın? Bəsrə imarəti mənimlə nigah bağladı. Necə ki, Küfə gözətçilərin başçılığı da sənin gəlinin oldu. İkimizə də mübarək olsun. Onda nə qədər ki namusunu qarət eləməyiblər, tələs. Mənim namusum nə cavandır, nə də cazibədar. Nəhayət ki məcbur olub bu naxışlı, bərbəzəyli ilanı meydana göndərdilər. Sən həmən o kəpək basmış nəqdi deyilsən? Niyə? Özüməm. Nə əcəb siçan deşiyindən çıxmısan? Nə olub? Sən öz canından bezmişsən, qoca eşşək. Ölüm sənin həm yaşıdları üçün toydu. Onu qocalığın dərd və möhnətindən xilas eləyin. Ya lələcəb. Bu cəmaat cadı piteyliyir, yoxsa dava dərman. Ömürlərin oğun ömrü kimi uzun, qəlbləri də həmişə cavan. Əmir! Əmir! Müjdə Əmir! Şəbəs cəhənnəmə vasil oldu.